44 nömrəli sualda bizə deyir, birincidə olan mühit nədir? Birinci reaksiyadan deyir, alınan duzun mühiti turş mühit olması üçün bilirsiniz, əsas zəif, turşu güclü olmalıdır. Baxırıq 44 nömrəli sual. Uşaqlar, onsuz da birinci reaksiyada bizə kuprum OH2-ni özü verib, görürsünüz. Kuprum OH2 zəif əsasdır. Deməli, turş mühitdə də bilirik ki, turşu güclü olmalı. Deməli, buradakı X turşusu güclü turşu olmalı. Güclü turşu olmalıdırsa, onda biz hansı variantları çıxarıq buradan? Güclü turşu olmayanları deyin mənə. H2S-lə H3PO4. Ay sağ ol. H2S zəifdir çıxıram, bu da zəifdir çıxır. H2SO4 ola bilər, H-klor ola bilər. 2-yə baxıram uşaq. 2-də yenə misdir. Oradakı turşu yenə nə olmalıdır? Mühit turş yazıb. Turş yazıbsa əsas zəif, turşu güclü. Deməli, Y-də güclü turşu olmalı. Y-in güclü turşu olmayan variantını çıxın. Y variantında H2S verir, bu güclü deyil. Onu çıxın. Deməli, cavab ya A-dır, ya B-dir. X-i tapdıq, sulfat, Y-də tapdıq, H-klor. İndi gəlirəm Z-in. Y artıq bildik ki, qüvvətli turşu. Və 3-də də bizə mühitə yazıb neytral. Neytral mühit olması üçün o zaman bizdə Z də necə əsas olmalıdır? Əgər turşu qüvvətlidirsə, mühit neytraldırsa, Z də qüvvətli əsas olmalıdır. İndi qüvvətli əsas A variantında var. Sinq OH2 qüvvətlidir, yoxsa kalium OH2? Kalium OH. Kalium OH, B variantı. Doğru cavab B. Baxın bir də.